Dünyanın 150-dən çox ölkəsindən minlərlə iştirakçısı 17-22 may tarixlərində WUF 13 tədbirində iştirak etmək üçün Bakıda, daha dəqiq desək, Bakı Olimpiya stadionunda toplaşacaq. Məqsəd isə insanların daha rahat şəkildə yaşaya bilməsi üçün müasir şəhərlərin qurulması məsələsini müzakirə etməkdir. Bu tədbir Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda keçiriləcək. Tədbir ölkəmizin urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf sahəsində əldə etdiyi təcrübəni dünyaya təqdim etmə imkanı yaradır. Xüsusilə son illərdə azad edilmiş ərazilərdə aparılan ağıllı şəhər və yaşlı enerji layihələri forum iştirakçılarının diqqət mərkəzində olacaq. Bu da ölkənin innovativ yanaşmalarını beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm fürsətdir. Cənubi Qafqaz regionunu götürsək, uzun müddət bu geosiyasi rəqabət prizmasından qiymətləndirilmişdi. Yəni bir qarşıdurma məkanı hesab olunurdu. Ancaq artıq burada bir sabitlik var, təhlükəsizlik baxımından çox böyük irəliləyişlər əldə olunub. Azərbaycan-Ermənistan arasında hazırda normallaşma prosesi davam edir və belə bir sabitlik olan dövrdə, hansı ki dünyanın sülhə ən çox ehtiyac olduğu dövrdür, Azərbaycan şəhər inkişafı, dayanıqlılıq, davamlı inkişaf kimi məsələlər barədə müzakirələrin məkanına çevrilib. Regional kontekstdə isə forum Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini daha da gücləndirir. Bu, həm də Azərbaycanın nəqliyyat, logistika və diplomatik mərkəz kimi rolunu ön plana çıxarır. Son 10 il ərzində Azərbaycan bir sıra dünya miqyaslı beynəlxalq tədbirlərə, konferanslara ev sahibliyi edirik və bu müddətə nəzər salsaq, biz artıq indiki dönəmdə yalnız böyük tədbirlərə, mühüm tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınmaqla yanaşı, həmçinin tədbir təşkilatçılığı sahəsində peşəkar mütəxəssisləri ixrac edən bir ölkə kimi də tanınırıq. Sırf bu tədbirlər, sözü gedən tədbirlər, son 10-12 il ərzində keçirilən tədbirlər böyük bir institusional baza formalaşdırdı ki, WUF 13 kimi geniş miqyaslı tədbirlərə də ev sahibliyi edə bilək. WUF 13, yəni Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas irz komponentlərindən biri də məhz tədbir davamlılığı sahəsində yeni standartlaşmanın tətbiqidir. Qeyd edək ki, WUF 13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ISO 20121-2026 tədbir davamlılığının idarə sistemləri dövlət standartı hazırlanıb və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşma sisteminə uyğunlaşdırılıb. Standartın əsas məqsədləri ətraf mühitə təsiri minimuma endirmək, sosial məsuliyyəti artırmaq və iqtisadi davamlılığı gücləndirməkdir.